Arzumu soruşursunuz. Arzum indi cəza alacaq onsuz da. Amnistiyalarla məsələ həll olunacaq, yəni tədricən. Sonra belə deyək, bu başı bağlı xanımlar ki, bacılarımız içəridədir, yəni valla İranı deyirsə, bax, İran mitinqçiləri güllələri tökdü, qanun pozuntusuydu. Bizdə də həbsdir. Burada günahkar o qadınlar deyil. Bunların başının üstə bir kişilər var da, yəni. Sonra o getdikləri məscid, yan yörəki qızışdırılır. Hər oturub öz önündə bir dənə like verir. Onlar həbs olunmalıdır. Onlar həbs olunmalıdır. Niyə qadın gedib həbsxanada yatmalıdır? Niyə? Ayıb deyil, yəni. Hər nədir vəziyyət?